İnsan məşuqunun rənginə boyanır. Aşıq olduğu fani bir şeydirsə, faniyə bel bağlayan özü də nə olacaq? Özü də fani olub çıxıb gedəcək. Və mə indəkum yənfəd və mə indəllahi baq. Allahın yanında nə varsa o qalır, Allahdan siva, Allah rəngi olmayan, Allaha bağlanmayan bitəcək, qutaracaq, tükənəcək, yoxa çıxacaq. Əslində kimə aşiqsən, o mühümdür. Ona görə deyirlər, gələ eşqin mərkəzinə gətirib Allahı qoyasan. Yəni sevdiyi də Allahın cəmalının, gözəl xüsusiyyətlərini görüb gələk onu sevəsən. Allah sevdiyinə görə sevəsən. O sevgini Allaha körp eləyəsən. Onu ilə Allaha çatasan. Kimi sevirsən mühüm odur. Və sevginin bir dənə xüsusiyyətləri burada ki, eqonu neyinir? İnsanın o mən buzunu əritməyə başlayır. Çünki insan aşıq olanda öz məşuqu üçün neyinir? Öz mənindən, bu birisi mənlikdən söhbət getmir. Yəni o egoizmi qoyur kənara. Mən belə istəyirəmi qoyur kənara. Biraz aşıq olan kimi qarşı tərəfin fikirləri ona maraqlıdır. Necə giyinim, neyiniyim. Hətta zövqün belə dəyişir, Allah saxlamış. Get-gedə özü yoxa çıxır yəni. Da kim qalır, o qalır. O aşıq olduğun kimdir? Mühüm odur. O bağidirsə, ya ona bağlanıbsa, o eşq səni kamala aparacaq. Yox, fani bir şeydirsə, o səni kamala çatdırmayacaq.